Şəkildə gördüyünüz bu şəxs sözün əsl mənasında çətin və keşməkeşli həyat yolu keçmiş, qarşısına çıxan bütün maneələri güclü dözüm və iradə hesabına dəf etmişdir. O hələ gənc idi və onun bütün həyatı qabaqda idi. Dünən gecə yatarkən ağlına belə gətirməzdi ki, açılacaq yeni sabah onun son sabahı olacaq. Amansız ölüm onu qəfil yaxaladı. Səhər evdən çıxıb yaxınlıqdakı mağazadan çörək almağa gedərkən, sürücünün diqqətsizliyi ucbatından bu gənc gözlərini dünyaya əbədi olaraq yumur. Bu hadisədən 3 gün sonra sürücü Məmmədov Toğrul öz evində yaxalandı. Baş verən hadisələri o belə izahat verdi. Məmmədov, xahiş edirik, baş verən hadisəni tam dəqiqliklə bizə bəyan edəsiniz. Mən 07 markalı maşınla. Maşın kimin adınadır? Öz adıma. Biz əyləşdim işə getmək üçün həmişə kimi. Balıqında keçəndə tindən bir gənc oğlan qaça-qaça gəldi. Bilmirəm. Əlində nə var idi? Əlində setka var idi. Tələsik düşdü, mənim maşının qabağından keçdi. Keçəndə mən birdən-birə çıxdı, tindən çıxdı. Yəni bunun şahidləri də var. Şahidlər də görüblər. Şahidləri dindirəcəyik. Bu çıxdı qabağıma və mən də vurdum onu. Sonra, bəs niyə hadisə yerindən qaçdınız? Neyə bilərdim ki? Siz ən azından... Qorxumdan qaçdım. Siz ən azından təcili tibbə zəng edib oğlanın həyatını xilas edə bilərdiniz. Yəni mən bunu fikirləşdim, ağlıma gəldi, amma gördüm ki, bunun oğlanın həyatını... Siz qorxdunuz? Xeyr, xilas etmək mümkün deyil. Əlbəttə ki, qorxdum, həyəcan keçirdim. Mən bilirdim ki, qaçsam da mənim nömrəmi götürüblər, tapacaqlar məni. Qeyd edək ki, biz müttəhim Məmmədovu hadisədən 3 gün sonra evində yaxaladıq. Müttəhim Məmmədov, siz peşmançılıq çəkirsiniz bu hərəkətinizə görə? Bəli. Bilsəydim heç həmin günüm evdən bağa çıxmazdım. Müttəhim Məmmədov, məhkəmə sizə son sözünüzü söyləmə imkanı verir. Eşidirik. Mən son sözüm odur ki, məni bağışlasınlar, yəni bu bilərəkdən olmayıb və fürsətdən istifadə edib bütün Milli Aviasiya Akademiyasına salamlarımı göndərmək istəyirəm. Çox sağ olun. Yarasın.